Hər kəsə salam, kanalıma və yeni vloquma xoş gəlmisiniz. Necəsiz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Məni soruşsaz, mən də şükür Allaha yavaş-yavaş artıq yaxşılığa doğru gedirəm. Söz vermişdim ki, keçən dəfə rayon part vloqun 2 vloqunu sizlərlə paylaşacağam. Bu vloqu əslində çoxdan hazırlamışdım. Sadəcə olaraq səs yazmasını etməmişdim. Səs yazmasını da niyə üzərindən eləyirəm? Əslində çox istəyərdim ki, videonu səsini açıq şəkildə sizlərlə paylaşım. Amma ki, qızlar, o qədər səs-küyü var, mahnı səsi, nə bilim, uşaq səsi, böyük səsi, hər bir şey qarışıb bir-birinə. Ona görə də təlif haqqı gələr deyə edə bilmədim. Belə üzərindən səs yazma elədim ki, sizlərə daha izah edim. Həm də ki, mənim izləyicilərim deyirlər ki, sən otur danış, biz qulaq asarıq. Deməli qızlar, biz rayondan qayıdarkən, bilirsiniz ki, mən rayona getmişdim. Rayondan qayıdarkən Hacı Qabulda deyəsən səhv etmirəmsə, yol üstü belə bir restoran var, Fədək restoranı. Həm restorandır, həm zorpaqdır, həm nə bilim belə böyük bir göl var, yerlər var. Amma mən çox bəyəndim, həqiqətən, yəni maraqlı bir yerdir. Məsələn, kim rayondan qayıdırsa, mütləq ki, dönüb baxa bilərlər. Həqiqətən deyirəm, qəribə bir yerdir. Yəni, bütün heyvanlardan var. Əsasda uşaqlara daha çox maraqlıdır. Kimin övladları varsa, övladlarını maraqlı bir yerə aparmaq istəyirsə, 100%, yəni yaxınlaşa bilərlər. Mənim isə ən çox xoşuma gələn bu atlar oldu. O qədər bəyəndim ki, mən atları ümumiyyətlə sevirəm. Fərqi yoxdur rəngi olaraq. Yəni at heyvan ən sevdiyim heyvanlardan biridir at mənim. Burada meymun var idi. Meymunu qızlar mən ilk dəfədir görürdüm. O deyirlər meymun güzgüyə bax nə məsələ. Meymunu ilk dəfə gördüyümə rağmen, yəni çox qəribə bir heyvandır. Əslində deyirlər ki, meymun ağacdan ağaca dırmaşır, nə bilim bir yerdə durmur, amma inanın o qədər sakit bir heyvan idi ki, bəlkə də oradakı heyvanlardan ən sakit elə meymun olmuşdu. Düzdür, səsi çıxırdı, səsini çıxardırdı. Bu isə yatıb qalmışdı. Nə qədər neynədi, tərpənmədi. Mən gördü ki, onu çəkirəm, keçdi, getdi, tutayatdı, uzandı, sonra təzədən yenə qayıtdı. Yəni çox qəribə bir heyvandır. Səssiz, sakitdilər. O deyəsən ana idi, o isə bala idi. Yəni ki, qəribə bir şeylərdir. Burada da tovuz quşu idi deyəsən, səhv eləmirəmsə bunlar. Mən səhv eləyirəm bəlkə də, bilənlər indi biləcək. Amma çox maraqlı idi həqiqətən. Hələ hətta orada tutu quşu da var idi. Tutu quşunu danışdırırdılar, danışırdı. Nə bilim, aya deyirdi, nə deyirdi, qəribə bir şeylər. Bu isə xoruz idi, sort xoruzlar deyirlər bunlara. Qəribə bir şeydir, neysə ki, belə. Burada yoldaşım isə meymuna çalışır ki, nəsə bir şey başa salsın. Daha demir ki, bu meymun heç nə başa düşmür. Bu meymun heyvandır. Bu nə bilsin, çöp nədir, uzatmaq nədir, almaq nədir. Amma axırı yoldaşımdan götürdü də onu. Xətrinə dəymədi bir sözlə. Yoldaşım nə qədər dirəşdi ki, ona ki, götür, bunu mən verirəm sənə, götürməlisən. Mənim də yoldaşımda bir xasiyyət var ki, o şey dedisə eləməlidir, mümkün deyil. Heyvan olsun, istəyir insan olsun. Yəni o dedisə ki, budur, bu olmalıdır da. Yəni mümkün deyil ki, sən onu onun gözündən qaçırasan. Bir də ki, qızlar, həqiqətən deyirəm, çalışın ki, özünüzə və sevdiklərinizlə zaman keçirin, vaxt keçirin. Belə yerlərə gedin, gəzin, tozun. Təbii ki, mümkün qədərindən, yəni maddi və mənəvi, yəni gücünüz çatdığı qədərindən. Allah hər kəsə can sağlığı versin. Əsas can sağlığıdır. Canınız sağ olandan sonra düşünürəm ki, hər bir şey eləmək olar. Allah heç kimi canı ilə, ağrı ilə sınağa çəkməsin. Çox çətin bir şeydir. Bu yolları keçmiş bir olaraq deyirəm ki, Allah bütün xəstələrə şəfa versin. Mən də onların içində. Təbii ki, şükür Allaha, bu haqda danışmaq istəmirəm ümumiyyətcə. Sizi də yormaq istəmirəm. Artıq bilənlər bilir ki, nədir problem. İstəmirəm bu haqda ümumiyyətcə vloqlarımda danışım. İnsanlara negativ nəyisə ötürüm. Mən hər zaman çalışmışam ki, xoş aurana sizlərlə danışım. Ona görə də bu haqda ümumiyyətcə heç danışmaq istəmirəm. Məni üzürlü sayın, xəstəlik haqqında vloq çəkməyəcəm, nə də ki, o haqda danışmayacam. İnşallah ki, məni başa düşərsiniz, nə demək istədiyimi. Bilir ki, sabah iş yoktu, gelmeyecek, özü bilir. Səhər yuxudan durmuşam. Hava çox gözəldir bu arada. Qəşəng gün var, amma ki istidir də qızlar. Heç sevmirəm əslində yayı.
Çünki yay isti olur. Heç sevmədiyim bir şeydir. Divan üstünü belə yığışdırdım. Bu arada divan üstüm yenidir. İndi bir tər belə salmışam. Əslində bunu divan üstü kimi istifadə edirəm. İndi divan üstünü demişəm ki, Sədərəyə gedəndə yolum düşsə, istilərdir, düzdür. Çox istilər keçir. Hələ ki gedib çıxa bilməmişəm. Gedib çıxa bilsəm o yapışqan, altı yapışan divan üstləri var. Ondan istəyirəm. İndi inşallah ki onu da tapıb alaram. Belə qızlar, mən buraları yığışdırım. İndi nə işim var, yenə birlikdə eləyərik. Bunu belə qoydum. Bu arada yastıqlar mamanın əl işidir. Mama özü tikib bunları. Onun əl işidir. Çox xoşum gəldi həqiqətən. Materialı o qədər gözəldir ki, yəni çox qəşəng materialı var da, ona görə xoşum gəldi. Mən belə şeyləri ümumiyyətlə sevirəm. Dantelli, mantelli, yəni küpürlü falan çox xoşum gəlir. Ona görə bəyəndiyim bir şeydir. Həm də ki bu divan üstünə, yəni ki bununla uyğun olduğu üçün ona görə bunu belə qoyuram bura. Belə. Necədir, fikirlərinizi yorumlarda yazarsınız. Reklamlar da öldürüblər də daha, inanırsınız. Mən hər zaman çalışıram evdə surə qoyum qızlar, qulaq asım. Çünki çox rahatlaşdırır insanı həqiqətən. Ona görə düşünürəm ki, siz də evdə bəzən qoyun, oxusun. Həqiqətən yəni yüngülləşdiricidir. Həm də ki, dualardan gözəl nə var ki. Elhamdülillahi Rabbil alemin. Buraları hər gün yığışdırsam da, təsəvvür edin ki, bura hər dəfə yəni bu vəziyyətdə olur. Əlimə nə keçir, nə var, nə yox, hamısını tökürəm bura. Keçən dəfə rayona gedəndə aləm dəymişdi burada bir-birinə, hər şey qarışmışdı bir-birinə. Hər dəfə yığışdırsam da, amma yenə də istər-istəməz buralar dağılır. Çünki nə götürürük, bura atırıq, nə götürürük, əlimizə nə keçir, bura qoyuruq. Ona görə belə qarışır buralar. Mənim dərmanlarım da ki, ortalıqdan yığışılmır. Bu arada qızlar, havalar isti keçir. Heç inanırsınız dərman içməyə, yəni artıq bir gücüm çatmır da. Çünki istidir, dərmanlar mənə çox təsir edir deyə. Yəni hər an hər dəqiqə narahat oluram. İnşallah Allah hamıya kömək olsun. Həqiqətən çətin. Axının burada nə işi var? Anlaya bilmirəm belə. Artıq bunun da vaxtı gəlib çatıb. Acı qanatlar imkan vermir ki, yataq. Mən gedim bura gətirim, silim buranı. Yaş dəsmalım qutarıb. Ona görə məcbur bundan eləyəcəm. Çünki yaş dəsmal əslində almalıyam. Üstəlik ki, istilərdən mən baş açıb bayıra çıxa bilmirəm. Rayondan da gələndən inansız özümə gələ bilmirəm. Bu arada qeyd edeyim ki, bu təmizlik, yəni ki, adi bildiyimiz dərin təmizlik deyil, yəni heç başa düşməsin. Sadəcə olaraq gündəlik etdiyimiz işlərdir. Yəni gündəlik edəcəyim təmizlik deyim. Mən buna təmizlik demirəm. Olsa hər gün təmizləndirə bilər. Yəni fərqli etdiyimiz işlərdir. Sadəcə olaraq videonun arxasına boş qoymadığım üçün dedim belə bir çəkiliş eləyim. Qarışıq bir vlog olsun. Mənim tripodumun qabıdır. Mən heç nəyə atmıram da qabını qızlar. Bu nə xasiyyətdir, mən də bilmirəm. Saxlayıram, olur. Dərmanları da bura qoymağımın səbəbi odur ki, rahat tapacağım üçün. Yəni axşamlar əlimə atanda rahat tapım deyə bura qoyuram ki, yəni buradan götürüb içirəm. Ona görə buradadır.
Bunları buradan götüreceğim. Bunlar buranın yeri değil. Bu burada kalsın. Çünkü kameranın naşniki götüreceğim buradan. Nerede? Bunlar buradan gelecek. Bırak. Bakın indi götürdüm. 2 gündən sonra görəcəm ki, bunlar yenə buradadır. Hə qızlar, təmizliyimiz də bitdi. Nəhayət ki bitirdim, qurtardım. Amma ki pisosda, yəni evi pisoslamışam, etmişəm hər bir şey. Sadəcə o hissənin necə olubsa bilmirəm, yadımdan çıxıb çəkməmişəm. Üzürlü sayım bu arada. Sonra yoldaşım zəng gəldi ki, evə gəlirəm, yemək istəyirəm. Amma ki mənim yoldaşım hər yeməkdə qızlar yemir. Bu da bizim evdə çox böyük bir problemdir. Əslində yeməyimiz var idi. Səhv etmirəmsə həmin günü kələm dolması bişirmişdi. Sadəcə olaraq yoldaşım sevmir. Bir sözlə qızlar, mən ona hər yeməyi bəyəndirə bilmirəm. Hər yeməyi də yemir. Ona görə dedi ki, mənim üçün kartof qızartması hazırla, tez basar gəlim yeyim. Dedim, yaxşı, tamam. Mən də həm də ki videonun arxasını boş qoymayım deyə elə onu da çəkdim. Belə. Bu arada qızlar, bilirəm ki, indi deyəcəksiniz ki, niyə danışmadın, öz, yəni ki, problemin haqqında falan filan, yəni çoxdan da yoxsan. Ən azından başa düşürəm ki, sizin də bir açıqlamağa, yəni haqqınız var, açıqlama eşitməyə. Qızlar, yenə deyirəm, mən istəmirəm ki, öz problemimi kiməsə bildirim, öz problemimlə kimsə sıxım. Ona görə məni üzürlü sayın. Bu haqda ümumiyyətlə danışmaq istəmirəm. Çünki dediyim kimi kanalımda istəmirəm xəstəliklə, dərdlə, sərlə belə şeylər doldurum. Sadəcə olaraq, yəni qlobal bir, cüzi bir problemdir. Hər kəsdə baş verdiyi kimi məndə də belə bir problem baş verib. İndi inşallah ki müalicələrimiz gedir. Sağ-salamatçılıqla Allah bütün xəstələrə şəfa versin. Bu arada göz haqqınızda halal edin. Yeməyimizi də hazırladım, bitirdim.
Nəysə qızlar, dediyim kimi çox danışmaq istəmirəm bu haqda. İnşallah ki, məni də başa düşərsiniz. İnşallah indən sonra daha da xoş, gözəl vloqlar çəkərəm sizlər üçün. Burada da qızlar alça döyməci hazırlayıram. Bilmirəm indi aranızda bilənlər var, yoxdur. Mən dəhşət xoşduram alçanı. Tuş mənim, yəni vaz keçilməzimdir də. Şirniyyat mənlik deyil, bilirsiniz. Hə, alça döyməci hazırlayıram. Adi alçanı əzirik. Mən də alçanı əzdim, sonra nanə qurusu, duz belə qarışdırıram. Əslində bu olar ki, yəni yaxşı olar ki, qalsın 1-2, yəni bir gün ərzində, yəni heç olmasa 3-4 saat. Ondan sonra yeyin, amma mən elə hazırlayan kimi yeyirəm. Nəysə qızlar, göz haqqınızı halal edin. Bura qədər məni izlədiyiniz üçün təşəkkür edirəm. İnşallah ki, növbəti vloqda görüşərik. İndən sonra çalışacağam tez-tez vloqlar çəkim. Özünüzə yaxşı baxın. Hələlik.